Şəhər Hərəkatı Partiyasının qurucusu və sədri Fərəc Quliyevlə müzakirə aparacaq. Fərəc bəy, xoş gördük sizi. Fərəc bəy, bir tərəfdən danışıqlar məsələsi müzakirə olunurdu. Elə ekspertlər də bəzən müzakirələr vaxtı qeyd edirlər ki, artıq tərəflər elə Amerika Birləşmiş Ştatları da baxmayaraq ki, bu müharibənin, belə desək, qarşı durmanın güclü tərəfidir. Ancaq istənilən halda onun da maraqlarına xidmət etmir. Bundan sonraki mərhələdə daha da aktivləşmə, eskalasiyanın yaşanması. Sizcə bu qədər qoşun heyətinin yerləşdirilməsi hansı hədəflərə hesablanıb? Təbii ki, heç kimə sərf eləməz ki, savaş olsun və savaş həm də mali etkisidir. Bunu da istəməzlər. Üstəlik də Amerikada da seçkilər gəlir qarşıdan. Amma bu müharibəni bugünkü hadisə kimi təqdim eləmək özü doğru deyil. Bəziləri fevral ayından hadisə başladı və yaxud da keçən yaydan başladı kimi təqdim. Amma əslində 80-ci illərdən Carter doktrini deyilən bir doktrin var. O doktrinin əsasında o dayanır ki, Hörmüz boğazında daxil olmaqla bu ərazidə hər hansı bir dövlət üstünlüyə nail olmaq istəsə, dominantlıq eləmək istəsə, Amerika tərəfi hərbi qüvvələrdən istifadə eləməklə bunun qarşısını almalıdır. Bu əslində 80-ci illərdən ortada olan bir doktrindir və bugün Trump sadəcə olaraq baş verən o təqdim olunan deyək ki, doktrini öz dönəmində icraçısından başqa bir şey deyil. Bəziləri Amerikanı çox küçümsəyərək belə təqdim edirlər. Bəli, duyğusal davrandı başkan, falan addımları attı, bu nə olacaq? Amerikada prezidentlər yalnız hansı prosesi necə həyata keçirməyi onlar planlaşdırırlar, icra edirlər. Nəyə həyata keçirməyi? Amerika strategiləri müəyyənləşdirir. Bu Amerikanın strategiyasıdır. Mən bu girişi ona görə Amerika Birləşmiş Ştatları burada nəticəyə nail olmadan geri çəkilməyəcəkdir. Bu Trump'ın dönəmində mi baş verə bilər, sonra mı baş verə bilər? Axır ki, burada bir neçə məsələnin həll olunmadan Amerikanın geri çəkilməsinin mümkünlüyü demək doğru deyil. Üstəlik də bəziləri deyirlər Amerika tələsir, bəzi şeyləri itirdi. Amerika nə itirdi? Lap neft qiymətlərinin artması olsun. Neft qiymətləri artdıqda Amerikanın özü neftini satmağa başlayıb. Yəni logistikanın üzü Amerika dönübdür. Artıq Amerika neftini satmağa başlayıbdır. Bir vaxt Avropada da eyni hadisələr baş verəndə Rusiya nefti, Rusiya qazı Avropaya gəlməyəndə Amerikadan gəmilərlə çıxılmış qaz və ya da neft daşınırdı. Bu bir tərəfdə üstünlükdür. Bu da ki, petrodollar siyasətdə xidmət edən bir siyasətdir. Petrodollar siyasətində qarşı da Çin, Braziliya, Rusiya, başqaları çalışsalar da alternativ ortaya qoya bilmədilər. İndi də görsənir ki, artıq bu petrodollar siyasətində Venezuela'dan sonra da bu bölgədə Amerikanın apardığı əməliyyatlar yəni üstün vəzifə gətirirdi. Əslində bütün bunlar Amerikanın birməna şəkildə uğurlarını göstərir. Amma təbii ki, o son nəticədə əldə etmək istədiklərini əldə etməmiş vəziyyətdə yarımçıq yerə çəkilməyəcəkdir. O siz dediyiniz formada diplomatik gərginlik, təzyiqlər, hərbi hədələmələr, bütün bunlar kompleks olaraq ona köklənibdir ki, ya danışıqlarla ya da hərbi yolla məsələ olmalıdır. Əlbəttə Amerika istəmir ki, silah işlətsin, amma hər halda o hərbiçiləri 50 min qədər hərbisini də bura elə belə gətirməyibdir. Üstəlik də buradakı bazalarında da, gəmilərində də əvvəldən də xeyli qüvvələri var idi. Ya sülh yoluna, danışıqlar yolundan daha doğrusu İran tərəfi Amerikanın şərtlərini qəbul edəcəkdir. Bu da daha çox nüvə silahından imtina, uranın təqdim olunması məsələsidir. Hörmüz boğazındakı o dominantlığına son qoymaq məsələləridir. Ballistik raketlərin uzaq mənzilli olaraqdan istifadəsinə və istehlakına, daha doğrusu istehsal olunmasına məhdudiyyətlə son qoyulmasıdır. Uranın zənginləşdirmə yerlərinin ləğv olunmasıdır və s. Bu 14-15 deyək ki, tələb vardı. Əsas tələblər bu 3 tələb üzərində dayanır, nüvə məsələləri ətrafında dayanır. Amma göründüyü qədər İran tərəfdə müqavimət göstərir. Amma bu müqavimət vizual olaraq görüntüdürmü? Yaxud doğrudan mı bir müqavimət var? Ola bilər ki, altyapıda ciddi məsələlərdə İran geri çəkir. Amma bunu bəyan eləməsin. Çünki ehtiyat eləyir. Çünki deyə bilərlər ki, İrana sən əgər müəyyən məsələdə güzəşdirəcəkdinsə, nəyə görə bu qədər dağıntıdan sonra buna gedirsən? Bunu İran daxilindən sual çıxa bilər ortaya. Mən bu ehtimalı nəyə görə səsləndirirəm? Bu İran tərəfi artıq ictimai nəqliyyatdan pulsuz istifadə ilə bağlı məsələlər müzakirə edir. Bu ilin günün bu vaxtında. Göründüyü qədər ictimai rəyi sakitləşdirmək, ona müəyyən qədər tumar vermək, müəyyən məsələlərdə ola bilər, başqa sahələrdə də güzəşdirəməklə sabah edəcəyi Amerika qarşısında edəcəyi güzəştləri kompensasiya etmək xarakterli adımlar olsun bunlar.
Yəni günün birində bu güzəştlər ortaya çıxa bilər. Amma ehtimal budur ki, o bu güzəştlərə İran tərəfinin belə rahatlıqla getməsi də gözlənilmir. Çünki İran tərəfində monolit bir qərar verən yer yoxdur. Həm burada Sepahın iradəsi var ortada, həm də islahatçıların, deməli, prezidentin və onun komandasının iradəsi var. Fərqli-fərqli iradələri var ortada. Bunun özü də bir təzaddır. O mənada Amerikanın bu günləri diplomatik masadan əlavə hərbi qüvvə gətirməyinin də fəlsəfəsi onun ibarətdir ki, danışacaq bir qüvvə yoxdur, bütün bir qüvvə yoxdur. Hətta onlar belə deyirlər ki, İranı idarə edən qüvvə yoxdur. Biz onları vurmuşuq, dəyişdirmişik və gələn adamlar da hərəsi bir deyək ki, mövqedən çıxış edir. O mənada hər an biz hərbi qüvvələrdən istifadə edə bilərik mesajında verirlər və üstəlik də Hörmüz boğazında 1600 gəmi qalıbdır. Amerika 48 saat ərzində cəmi 2 gəmi oradan keçirə bildi. Qalan orada 1600 gəminin qalması narahatlıq doğurur. Artıq Fransada özünün təyyarə daşıyan gəmisini bölgəyə göndərdi. Düzdür, onlar deyirlər biz savaşa qatılmırıq, amma hər halda boğazın azad olunması üçün bu adı altında hər hansı bir formada müdaxilə eləmə imkanları da ortadadır. Çünki gəmi bura gəlibsə, sözsüz ki, əməliyyat gəlibdir. Bu da İrana yeni növbəti təzyiqlərdən birisidir. İran diplomatiyası bugün kəpənək xarakterli davranış edir. Gah bu, gah o tərəf bağla məşğuldur. Çinə, Rusiyaya, başqa yerlərə gedir. Amma digər tərəfdən də qonşularını, xüsusən də ərəb əməkçilərini başlarında vurmaqla məşğuldur. Yəni bu, uzaq yerlərdə müttəfiq axtarıb, yaxında isə həlqənin özü daraldır. Artıq ərəb dövlətləri günün birində savaşa qatılmaqla bağlı da qərar verə bilərlər. Belə simptomlar vardı, belə çağırışlar da vardı. Ona görə Amerika Birləşmiş Ştatlarının bura qüvvə gətirməsi elə bu qüvvəni gətirib göstərib qaytarmaq xidmət eləmir. Ya bunu göstərməklə İranı sülhə məcbur edəcəkdir, ya da onu yaxın zamanlarda istifadə edəcək. Çünki Trump bugün dedi ki, saatlar qalır ki, biz ciddi qərarlar verək. Saatlar qalır məsələsi də elə belə çağırış deyil və bu dəvəki əgər zərbələr vurularsa daha ağır zərbələr vurula bilər. Fərəc bəy, elə bu dedikləriniz Amerika Birləşmiş Ştatları administrasiyasının açıqladığı terrorla mübarizə strategiyasının məzmununda da öz əksini tapır və dolayı onlar ifadə edirlər ki, ABŞ İranın artıq təhlükə mənbəyi olmadığını anlayacağı vaxta qədər bu mübarizəni güc tətbiq etmək siyasətini, yəni İrana qarşı davam etdirmiş olacaq. Sənədə görə ABŞ administrasiyasının 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun güc qüvvələrinin komandiri General Qasım Süleymaninin öldürülməsi, ötən ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələr və İrana qarşı müharibəni ihtiva edən qətiyyətli hərəkətlər Tehran artıq ABŞ üçün təhlükə yaratmayana qədər davam edəcək. Sənəddə həmçinin Amerika Birləşmiş Ştatlarının İranın proksi qüvvələrinə qarşı kinetik, kəşfiyyat və kiber əməliyyatlara diqqət yetirməyə davam edəcəyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, yaxın şərqdə ABŞ-a ən böyük təhdid İrandan gəlir və Vaşinqton onu tam aradan qaldırmayınca dayanmayacaq. Görürsünüz ki, Rüyəxan, burada məsələ bundan ibarətdir ki, Avropa dövlətləri də yaxın zamanda Sepahı terrorçu təşkilat kimi tanıdılar. Bu çox ciddi bir məsələdir. Yəni bir dövlətin daxilində hərbi qüvvələri terrorçu qüvvə kimi tanıyırsansa, onun terrorizmə qarşı mübarizədə həmrəylik ümumiləşdirməsi müxtəlif konvensiyalar vardı, onlara qoşulan dövlətlər vardı. Belə terrorizmə qarşı mübarizədən bağlı olaraq. Bu, gələcəkdə atıla biləcək bir addım üçün əsas idi. Üstəlik də Amerikanın sərgilədiyi bu günləri, bu mövqeyi, ortaya qoyduğu bu mövqeyi onu göstərir ki, bir mənalı şəkildə əvvəldən planlaşdırılmış işlər davam elətdirilir və İranın tam şəkildə, nəinki Amerika, ümumiyyətlə heç kimə zərər verməməsi halına gətirinə qədər addımlar atılacaqdır. Siz təsəvvür edin ki, bir vaxtları bu teröristlər Amerikada məlum sentyabr hadisəsini törədəndə hadisə hara qədər getdi? Əfqanistana qədər gedib çıxdı. Və çox ciddi şəkildə bir planlar həyata keçiriləndən sonra qayıdıldı ki, indi biz artıq işini məhv elədik, dağıtdıq onun başçılarını məhv eləmişik falan. Bugün də İranla bağlı eyni fikirlər səsləndirir. Mən ona görə bayaq dedim ki, bu fevralda başlamış proses deyil. Bu Carter doktrinasının tərkib hissəsidir. Amerika strategiyasıdır. Amma Trump gedərsə, bir başqası demokratlar gələrsə də eyni davam elətdirəcəklər. Və üstəlik biz sizdən indi Amerika-İran münasibətləri üzərində daha çox köklənib danışdıq. Burada İsrail faktoru da var axı. İsrail özü də bu məsələlərdə istəkləri vardı və koalisiya olaraq Amerikanın bir yerdə döyüşü İrana qarşı. Onun istəklərində də siz bayaq
sadaladığımız kimi proksi qüvvələrin tamamilə zərərsizləşdirilməsi, onların İran tərəfindən maliyyələşdirilməsi, son qoyulması məsələsi dayanır. Buna İran buna uyğun addım atıb, atmayıb beləlik. Yaxud da balistik raketlərlə bağlı. Buradan deyilərsən, bu raketlərin qısa mənzilli halda saxlamağın lazımdır. O tərəfdən onlar götürüb raketləri boyub küçələrə çağırırlar ki, biz 3000 kilometrə qədər yeni raketləri atan raketləri göstərir sizə. İstehsalımız davam edir. Meydan oxuyurlar. Onlar deyirlər, buradan uran zənginləşməsinə son qoymaq lazımdır. Məsələlərə dayandırın. Siz oradan təhdidlərlə davam edirsiniz. Qonşu dövlətlərə təhdid yağdırırsınız. Yəni, belə vəziyyətdə kompromis tapmaq çox təhlükəlidir. Yəni, burada ya İran rejimi birməna şəkildə təslim olmalıdır, kapitulyasiya olmalıdır və məncə çıxış yolu təkcə hətta təslim olub kapitulyasiya haqqını bağlamaqdan yox, həm də kütləvi istefaya getməkdir. Bu rejim getməsə, yenə də kənar qüvvələrdə, daxili qüvvələrdə bir yerdə məsələyə qarşı olacaqlar. Niyə? Tutaq ki, məsələni indiki status quoda donduruldu. Hadisələr belə dayandı. İran sabah öz daxilində başladı iş görməyə. Nə edəcəkdir? $1 1.500.000 civarında real belə dəyərləndirilir artıq. Bir çuval pul götürməlisən ki, $1 alasan. Daxildə inflyasiya, enerji çatmazlığı, su qıtlığı, bütün infrastrukturlar dağılır, iqtisadiyyat alt-üst, müəssisələr işləmir, hətta SEBA belə pulunu verə bilmir. Yəni, burada vəziyyət olduqca kritikdir və belə məqamda əslində Amerikadan daha çox İran müharibənin uzanmasından maraqlıdır, nə qədər dağıntı olursa olsun. Çünki kamikadze dövlət kimi artıq davranmağa başlayır rejim və bu rejimin də bu cür davranışını elə ən yaxşı İran prezidenti Pezeşkiyan dedi ki, çox məsuliyyətsiz bəyanatlar verirsiniz, məsuliyyətsiz işlər görürsünüz qonşu dövlətlərə qarşı, bunun ağır nəticələri olacaqdır. Çünki adam müəyyən qədər öz dövlətinin, öz millətinin, yaşadığı yerin nələr yaşaya biləcəyinin fərqindədir və məsuliyyət daşıyır. Ona görə bu məsələni təkcə İran və Amerika arasında, təkcə İsrail və İran arasında yox, həm də İrandakı qırğılar və göyərçinlər arasında, islahatçılar və mühafizəçilər arasında savaş kimi çox belə kompleks qarşılıqlıq yaranıbdır. Bunun da müalicəsi Trump baxır ki, danışıqlarla, tutaq ki, mən danışdım Pezeşkiyanla, yaxud da başqa birisi ilə, Əraqçı ilə danışdım. Sepah bunu əməl eləyəcəkmi? Sabah hansı tədbiri görəcəklər? Uranı bu dedi, mən verirəm. Verəcəkmi? Real adımlar olacaqmı? Danışıqların ortasında artıq gəmiləri vurdu İran. Ya əmirliklərə raket attı. Ona görə belə vəziyyətdə qarşı tərəfində çox qeyri-ciddi davranışları vaxtında Amerika kimi ciddi bir dövlət 50 minə qədər ordusunu gətirib orada sadəcə göstərib qaytarmaqla məşğul olacaq. Mən hesab edirəm ki, danışıqlar baş tutmayacaqdır. Hərçəndə biz arzuyuruq ki, danışıqlar baş tutsun. İranda islahatlar geçsin, məxməri inqilab olsun. Oradakı dəyişikliklər Azərbaycan türklərinin 40 milyondan çox Azərbaycan türkünün özünün dövlətin qurmağı ilə nəticələnsin. Və bunlar dinç yoldan olsun. Biz bunu istəyirik. Amma bu bizim iradəmizin asılı olan bir məsələ deyil. Güney Azərbaycan türklər iradəsi asılı olan məsələ deyil. Bu müharibədir və danışıqların baş tutacağına açığı mənim ehtimalım çox azdır və düşünürəm ki, o gətirilmiş qüvvələrdən istifadə olacaq. Elə ABŞ ilə İran arasında məlum sülh razılaşması məsələsində, yəni ehtimal olunan sülh razılaşması məsələsi, hansı ki 14 maddəli plandan ibarət olduğu hal-hazırda bildirir, müəyyən qədər bu məsələlər gündəmə gətirilir. Bu mövqe İsraili də narahat etməmiş deyil. İsrailin baş naziri Benyamin Netanyahu ölkənin hərbi siyasi kabinetinin növbəti iclası başa çatdıqdan dərhal sonra ABŞ prezidenti Donald Trump ilə mühüm telefon danışığı aparıb və tərəflər arasında keçirilən müzakirələrin əsas mövzusu İran ətrafında yaranmış gərgin vəziyyət və bölgədəki son hərbi siyasi dəyişikliklər olub. Və bu danışıq ABŞ və İran arasında 14 bənlik sülh memorandumunun imzalanmasına dair xəbərlərin yayıldığı bir vaxtda xüsusi əhəmiyyət kəsb etmiş olur. İsrail tərəfi hər zaman bəyan edib ki, İranla hər hansı razılaşma Təl-Əvivin təhlükəsizlik maraqlarını tam təmin etməlidir deyə Netanyahu bildirib. Belə bir gərginliyin tərəflər arasında, yəni Trumpla Netanyahu arasında hansısa bir gərgin nöqtələrin olduğunu deyə bilərikmi İrana yönəlik hədəflərdəki fərqliliklər baxımından? Hesab eləmirəm. Mən bəzən hətta politologlar belə deyirlər ki, Amerika siyasətini İsrail müəyyənləşdirir, lobbisi bu falan. Təbii ki, İsrailin Amerikanın təsir imkanları var. Konqresdə də, senatda da, başqa yerlərdə nümayəndələri var. Amma İsrail dövlətinin özü bütövlükdə Amerikanın layihəsidir də. Yəni bu kim kimdən asılıdır məsələsini deyəndə Amerika İsraildən asılıdır demək doğru deyil. Sadəcə olaraq Amerika İsraili qorumaq üçün əlindən gələni eləyəcəkdir. Çünki 40 ildir İranda İran inqilab keşişlərinə hansı şüar bağırırlar.
Amerika ölüm, İsrail ölüm və İsrail biz xəritədən siləcəyik. Belə bir çağırışdan sonra İsrail nə etməlidir? İsrail də deyir ki, məni yer üzündən silmək istəyirlər. Əgər siz də bizə arxa durmayacaqsınız, bunu eləyəcək də bunlar. Kiçik bir dövlətdir. Amerika bu mənada onu eşidir, dinləyir və İsrailin təhlükəsizliyi ilə bağlı tədbirləri təbii ki, görür. Əslində İsrailin mənafeyini qorumaq və yaxud da Birləşmiş Ərəb Əmirliklərində ya başqa bazalarda o yerləşən dövlətlərin mənafeyini qorumaq, dolayısıyla Amerikanın özünün mənafeylərini qorumaqdır da. Yəni o ayağını ora qoyubdur, siyasətli onlarla bir yerdə həyata keçirir. O tələb kimi yox, sadəcə olaraq anlaşma olaraq bəzi məsələlərdə ola bilər ki, zamanlama baxımından və yaxud da texniki baxımından, nəyin hava icrəliyi baxımından müxtəlif yanaşmalar olsun. Məsələn, İsrail çox tələskən mövqedən çıxış edə bilər və yaxud da mütləq şəkildə zərbələr vurulması, uranın mütləq şəkildə götürülüb Amerika verilməsi, yaxud da balastik raketlərlə bağlı olan müəssisələrin darmadağın olunması, rejimin dəyişdirilməsi ilə bağlı kəskin tələblər qoya bilər. Amma mahiyyətcə fərqli olan, amma texniki baxımından daha başqa formada həyata keçirilən oxşar şeyləri də Amerika ortaya qoya bilər. Burada ciddiyyət yoxdur. Mən hesab eləmirəm ki, İsrail və Amerika qarşı-qarşıya hər hansı bir məsələdə çox ciddi şəkildə dayanıbdılar və hansısa bir məsələni bəyənir, digəri ona, nə bilim, təzyiqi. Belə bir şey yoxdur. Üstəlik də razılaşdırılmış davranışlar ola bilər. Müəyyən çağırışlar ola bilər ki, o razılaşdırılmış çağırışlar da ola bilər. O oyunu hətta İran daxilində belə mühafizəkarlarla islahatçılar da oynaya bilərlər. Bəziləri bir cür sərt çağırış elə bilər, digəri yumuşaq görsənə bilər, diplomatik masa. Nə qədər ki, söhbət tamamilə masadan sahəyə yansımır, hələ həm də masada davam edir, belə mənzərələrə rast gələ bilər. Amma məsələ masadan sahəyə yansıyanda görəcək ki, İsrail və Amerika tamamilə bir-birini tamamlayan harmonik hərəkət edir. Necə ki, İranda da savaş olanda artıq savaşın gedişatında mühafizəkarlarla, deməli, islahatçılar harmonik hərəkət edirlər. Elə ki, danışma dönemi başlayır, onda fərqli davranışlar olur. Mən ona görə hesab eləmirəm ki, İsrail-Amerika məsələsi İrana baxışda fərqlidir. Onlar tamamilə eyni doktrindən hərəkət edirlər və mən yenə deyirəm, sahədə bunun şahidi olacaq. Fərəc bəy, az öncə Pezeşkanla bağlı, onun mövqeyi ilə bağlı fikirləri də səsləndirmiş oldunuz. Elə ictimaiyyət arasında da çox fikirlər, suallar yaranır ki, ümumiyyətlə hazırki rejimdə, çünki tamam, rejim qalıb, ancaq müəyyən qədər hərbi xuntanın daha ağırlıq daşıdığını son dönəmlərdə qabarıq formada biz görə bilirik. Belə olduğu təqdirdə Pezeşkanın siyasi taleyi necə olacaq? Pezeşkanın əlində çox ciddi bir imkan var indi. Bəlkə mən dediyim biraz duygusal, bəlkə bir Azərbaycan Türk olduğum üçün fərqli qəbul oluna bilər. Amma hər halda İranın xilafı bugün Pezeşkanın bir ciddiçinin asılı ola bilər. İranda bugün rejimi dəyişmək üçün Pezeşkan və onun tərəfdarları əgər xalqa güvənib, Sepahı və indiki o molla rejimi kənara qoyub, islahatçı bir mövqe tətbiq eləsələr və keçid hakimiyyəti özlərini elan eləsələr və növbəti seçkilərdə demokratik bir seçki olacağını bəyan eləsələr, Amerikanın da müəyyən danışıqlara gedə bilərlər. Daxildə də sabah bir gün gözlənilən o təlatümləri səngidə bilərlər, vaxt qazana bilərlər. Bu şərtlə ki, daxildə olan milli azlıqlara, o cümlədən milli çoxluq olan ölkə ərazisinin, əhalisinin 52%-ni, yəni 48 milyon təşkil edən türklərin də milli hüquqlarına hörmət eləməklə, bəzi şüarlarla bir platformanın ortaya çıxsın. Həm Pezeşkanın özünün siyasi taleyi, həm Azərbaycanlıların taleyi, həm İrandakı rejimin taleyi, həm bu müharibənin sonuçlanması üçün Pezeşkanın belə cəsarətli bir gediş etməsinə komandası varmı, yoxmu? O sualın cavabı artıq tamamilə qaranlıqdır. O sualın cavabı məncə heç kim bilmir. Fərəc bəy, düşünürəm ki, sizinlə danışıb bu barədə sizin dəyərli fikirlərinizi almaq mütləqdir, vacibdir bizim üçün. Odur ki, son olaraq bu barədə də, yəni güneyli soydaşlarımız üçün hal-hazırda hansı fürsətlər var, bu məqamda hansı çağırışlarınız ola bilər, bu barədə fikirlərinizi eşidək. Azərbaycan türklərinin illərdə apardığı mübarizə bu müharibə bağlı deyil. Bəzən Azərbaycan milli azadlıq hərəkatını küçümsəməyə çalışırlar. Onu Amerikanın yancısı kimi, İsrail yancısı kimi göstərməyə çalışırlar. 1828-ci ildən bu günə qədər Azərbaycan türkləri həm cənubda, həm də şimalda mübarizə aparırlar. Və milli azadlıq hərəkatında cənubu şimalı olmaz. Bu milli azadlıq hərəkatı Azərbaycan türklərinin milli azadlıq hərəkatıdır.
Onun sadəcə olaraq şimalda nəticəsi var. Biz burada dövlət qurmuşuq. Cənubda nəticələri yoxdur. Ona görə biz hamımız həm də orada iştirakçı olmaq. Kim nə formada bacarırsa. Cənubda gedən milli azadlıq hərəkatının özünün nəticələrini müəyyən dövrlərdə alıbdır. Xiyabani dönəmində, Səttarxan dönəmində, Pişəvəri dönəmində, hətta Şəriət Mədarı dönəmində sonra aldatdılar bunların hamısını. Yəni orada gedən milli azadlıq hərəkatının bu müharibə adiyyatı yoxdur. Bu force major vəziyyətdir. Orada mübarizə həmişə gedibdir. Bizim adamlarımız tam şəkildə hazır olmalıdırlar. İstənilən nəticələrə, istənilən daha doğrusu senarilərə hazır olmalıdırlar. Azərbaycanlıların daxildə olan orada əgər birlikləri, təşkilatları varsa, ictimaiyyət liderləri varsa, ortaq bir mövqini müəyyənləşdirib hərəkətlərin koordinasiya bacarılmalıdırlar. Kənarda olan dünya Azərbaycanlıları da, elə sizin televiziyanın rəhbəri Əhməd Obalı və bu bir turbina ətrafında birləşməlidirlər və Azərbaycan adından artıq xarici dövlətlərindən danışmağa bacarılmalıdırlar. Və mən hesab edirəm, Türkiyə, Azərbaycan dövlətlərinə bir daha müraciət edir. Mən bunu həmişə müraciət edirəm. Ən azından qonşu dövlətdə proses gedir. Hazırlığımız yüksək səviyyədə olmalıdır. Üstəlik də bizim orada 48 milyon əhalimizdən söhbət gedir. Mən hesab edirəm, gələcəkdə əgər bax ki, Kürt, PKK yanlıları, başqaları Azərbaycan türklərinə qarşı soyqırım eləmək cəhdində bulunacaqdılarsa, onda Azərbaycan və İranın digər ərazilər arasında Türkiyə və Azərbaycan bu xilas edici bir zona yaratmağı, humanitar formada ora daxil olmaq haqqında belə düşüncələrimiz olmalıdır. Bizim indən Güney Azərbaycan üçün hərbçilər hazırlamağımız, müəllimlər hazırlamağımız, işlər görməyimiz lazımdır. Amma daha çox iş daxildə Azərbaycanlıların üzərinə düşür. Yaxşı kontaktları olması lazımdır. Şüarları müəyyənləşdirməlidirlər. Mən həmişə fikri bir də təkrarlamaq üçün, belə Güneyə də aiddir ki, milli arzu, milli istək, milli ideologiyadır. Orada milli arzu həmişə səslənir. Ən azından çox bəsit şəkildə traktorun stadionlarında belə səslənir. Millət orada azadlıq istəyir, istiqlal istəyir və millət öz dövlətini qurmaq istəyir. Bu bir dənə milli istəkdir, bu ideologiyadır. Bunun ətrafında birləşən insanlar da artıq toplumu o şərait yetişəcəksə ki, qalxıb sözünü desin, dinç yolla və yaxud da bir başqa formada ona hazır olmalıdır. Bəzən belə çağrışları deyirlər ki, oturub hardasa bir çağırış edir. Mən səngərlərdən, türmələrdən, sərhədlərdən, milli azadlıq meydanlarında keçmiş bir adamam. Mən bunları yaşamış bir adamım. Mən bilirəm ki, Güney Azərbaycan, bayaq sadaladığım ki, təhsilə bu əsrdə 4 dəfə dövlət qurmuş bir toplumumuzun bir hissəsidir. Onlar hazırlıqlı olmalıdır. Gözləmək lazım deyil ki, nəticə nə olacaq və sənə nə verəcəklər. Biz bu cür istəklərimizi, bayaq dediyim kimi, koordinasiya olunmuş şəkildə, hər təşkilat özünü saxlayır, amma bir koordinasiya mərkəzi olub, məsələn, bu turbinadan, elə Güneyazan turbinasından da dünya mesaj verilir ki, millətimin iradəsi budur. Heç bir başqa dövlət, bir dövlətin daxilində 90 milyonluq bir ölkədə 48 milyon adamın iradəsini nəzərə almadan bir oturacaqlı, dayanıqlı status quo qura bilməz. Bizim milli iradəmiz elan olunmalıdır və arxasında dayanmalıyıq. Biz də Quzey Azərbaycanda olan partiyalarda, ictimai fəallar da ciddi şəkildə bu məsələni qabartmalıyıq. Təbii, dövlətin, hakimiyyətin rolu məlumdur. Bu protokol qaydaları vardır, onların davranışları nəzərə alınmalıdır və mən bunu normal qəbul edirəm. Mən dövlət bəkası nədir, başa düşən adamlar. Amma bütün ictimai siyasi fəallar bu məsələdə Güney Azərbaycan türklərinin yanında olmalıdır. Buradakı səfirlərlə danışmalıdır. Xaricdə olan diasporamız bəzi dövlətlərlə danışmalıdır. Güney Azərbaycanın haqqı özünə verilməsi üçün yaranmış şəraitdə bu müharibə faktoru da müəyyən məsələləri asanlaşdırıb da bu biz heç kimin yanlısı deyilik. Bu force majeure vəziyyətdən də yararlanmaq lazımdır təbii ki. Aydındır. Fərəc bəy, çox minnətdarıq sizə. Həm dəyərli zamanınızı ayırdığınız üçün, dəyərli çağırışlarınızı Günəş TV vasitəsilə ifadə etdiyiniz üçün. Mən təşəkkür edirəm. Sizə də, televizyonun rəhbərliyinə də, Azərbaycan xalqına da, Güneylilərdə salam və dualarımı çatdırıram. Təşəkkür edirik. Sağ olun.